Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. OTV-nin xüsusi gündəminin bu dəfəki mövzusu xərçəng xəstəliyi, daha doğrusu ondan qorunma üsulları, vasitələridir. Britaniyalı alimlər yeni bir eksperiment aparıblar və nəticələr uğurlu olub. Həmin nəticələrə görə aşağıda qeyd eləyəcəyimiz qidalardan istifadə eləsəniz, xərçəngə tutulmaq, yoluxmaq riskiniz bir xeyli azalacaq. Hətta bu 70-80%-ə qədər mümkündür. Bu riskdən xilas olmaq, xərçəngə tutulmaq riskindən gedir söhbət. Britaniyalı alimlər ilk öncə bildirirlər ki, mümkün qədər insanlar xərçəngdən qorunmaq üçün rəngli bir menyuya sahib olmalıdırlar. Və ən əsası, həmin qidaların maliyyəti o qədər də baha deyil. Yəni, gündəlik istifadə etdiyimiz meyvə tərəvəzlər, duru yağlar və s. ilaxır. Və hansı qidalar daha çox xərçəng xəstəliyi yaradır? Dəfələrlə istehlak olunmuş ətlər, kolbasa və sosisikadan mütləq şəkildə uzaq durmaq, bastırma yeməmək, söhbət ət bastırmasından gedir. Qovurmadan, tamamilə ət qovurmasından uzaq durmaq lazımdır. Və bəs əvəzində nə təklif edir Britaniyalı həkimlər? Ət, balıq, meyvə tərəvəz, taxıl və yağlar. Yəni, söhbət 5 komponentli qidalardan gedir. Bu qidalardan istifadə olunarsa, xərçəng xəstəliyinin riski bir xeyli aşağı düşəcək. Və o da qeyd olunur ki, hər səhər yuxudan qalxanda mütləq şəkildə bir ədəd göy alma yemək lazımdır. Ümumiyyətlə, alma xərçəngə qarşı ən yaxşı immunitet yaradan meyvələrdəndir, hətta ön sıralarda dayanır. Və daha sonra, yeməkdən sonra, ümumiyyətlə gündəlik günorta və axşam yeməklərindən sonra çalışmaq lazımdır ki, 4 yemək qaşığı kefir və ya qatıq yeməkdən sonra təxminən 10-15 dəqiqə sonra həzm olunsun, qəbul olunsun. Bəs bu nəyə xidmət eləyir? Bu ona xidmət eləyir ki, bağırsaq florası tamamilə belə deyək, yenilənir və hər hansı bir qida qalıqlarını təmizləyir və həzmə daha yaxşı kömək eləyir. Və alimlər onu da qeyd edirlər ki, tünd rəngli meyvələrdən, xüsusən də pazı, ispanaq, yerkökü, ərik, qarağat kimi meyvələrdən daha çox istifadə eləmək lazımdır və gündəlik rasionda ən azı gün aşırı qəbul eləmək lazımdır ki, bədəndə bütün funksiyalar normal şəkildə işləyə bilsin. Və o da qeyd olunur ki, hər gün günorta yeməyində mütləq şəkildə, günorta və axşam yeməyində daha doğrusu, sarımsaq və soğandan istifadə olunmalıdır. Bu, ümumiyyətlə, ağız boşluğundan qida borusuna, mədəyə qədər bütün həzm sisteminə daxil orqanlarda təmizləyici və mühafizə qalxanı rolunu oynayan bir sistemə malik qidalardır. Soğan və sarımsaqdan gedir söhbət. Və gündə 4-5 ədəd, daha doğrusu gündə 4-5 porsiya meyvə və tərəvəz qəbulunu Britaniyalı həkimlər önəmli sayırlar. Gündə 4-5 ədəd meyvə qəbulunu Yaponiyalı həkimlər də xatırlayırsınızsa 2023-cü ildə yaydıqları araşdırma nəticələrində xüsusi vurğulayırdılar və onlar bu komponenti, yəni gündə 4-5 dəfə meyvə qəbulunu ön plana çıxarmışdı Yaponlar. Və Britaniyalı həkimlər baldan, ağ undan, düyü və şəkərdən qəti şəkildə uzaq durmağımızı məsləhət görür. Əgər yaşımız 40-dan yüksəkdirsə, 20, daha doğrusu 18-30 yaş aralığı, yəni 20-li yaşlarda bal yemək bir o qədər də xərçəng riskinə hər hansı bir formada
təsir göstərmir. Çünki bədənimiz gənc olur həmin yaşlarda və normal şəkildə təbii ki, hər bir qidanın çoxu zərərdir. Dahi Azərbaycan şairi Nizami Gəncəvi də deyir ki, birinci saflığı varsa da suda, çox içilən zaman dərd verər o da. Yəni, hər şeyin çoxu zərərdir. Və yağlı qidalardan birmənalı şəkildə uzaq durmağımızı məsləhət görür Britaniyalı həkimlər və deyir ki, artan yağ miqdarı birbaşa xərçəngə yol açır və bunu da yaxşı yadımızda saxlamalıyıq. 1 kiloqram tərəvəz üçün 2 qaşıq maye yağ hər gün və ya gün aşırı bundan istifadə etmək lazımdır və alimlər onda xüsusi vurğulayırlar ki, xərçəng üçün lazım olan qidaların, meyvə tərəvəzlərin qiyməti bizim həftəlik, aylıq qidalara, digər qidalara xərclədiyimiz vəsaitdən 10 dəfə, bəlkə 20 dəfə daha azdır. Baxın, həmişə göy-göyərtiyə alış-veriş eləyərkən o qədər də önəm vermirik bir çoxlarımız. Ancaq göy-göyərtidən, meyvə tərəvəzdən qaçmaq olmaz. Çünki onlar qan-damar sistemini, eyni zamanda mədə-bağırsaq sistemini, funksiyalarını gücləndirən əsas komponentlər hesab olunurlar. Və Britaniyalı həkimlər onu da qeyd edirlər ki, mətbəxinizdə əgər xərçəngə yoluxmaq istəmirsinizsə, bu qidalar mütləq şəkildə olmalıdır. Söhbət hansı qidalardan gedir? Gəlin indi baxaq. Birinci növbədə soya paxlası və mərci. Mütəmadi olaraq soya paxlası və mərcidən qida rasionu kimi və ya qida əlavəsi kimi istifadə eləmək mümkündür. Eyni zamanda yağsız pendir, qatıq və yağsız süd mütləq şəkildə soyuducunuzda olmalıdır. Və digər belə deyək də, paxlalı bitkilər ağ lobya və noxuddur. Noxudun xərçəng xəstəliyi üçün, xərçəngdən müalicə üçün müstəsna əhəmiyyəti olduğu bildirilir. Daha sonra biz bayaq qeyd elədik tünd rəngli meyvələr. Bunlar hansılardır? Portağal, mandarin, ərik, qaratut, vişnə, albalı, qarağat, eyni zamanda qoz, fındıq və fıstıq. Bu kimi meyvələrdən mütləq şəkildə istifadə etmək lazımdır, deyir Britaniyalı həkimlər. Daha sonra qeyd edirlər ki, kələm və gül kələmdən mütləq şəkildə həftədə ən azı 2 dəfə istifadə etmək lazımdır. Eyni zamanda pazı, turp, çuğundur, xardal yarpağı, çovdar çörəyi, yumurta və bulgurdan da mütəmadi olaraq istifadə eləmək tövsiyə olunur. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Siz də xərçəng xəstəliyindən əziyyət çəkirsinizsə, mütləq şərh bölməsində qeyd eləyin. Eyni zamanda daha hansı meyvələrin və bitkilərin sizin sağlamlığınıza müsbət təsir göstərdiyini şərh bölməsində yazarsınız. Sağ olun, salamat qalın. OTV-ni izləməyi də unutmayın. Hələlik.